Kişilər də qadınlar da xəyanət edəndə necə soyuqqanlı şəkildə bunu eləyirlər. Əgər sən bir yerdə narahatsansa, oradan ayrılmalısan. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev, gözəl aktrisamız Zülfiyə xanımın fikirləri ilə tamamilə razıyam. Nədənsə xəyanət adı gələndə bir kişinin və ya qadının öz həyat yoldaşını başqasının yatağında aldatması anlaşılır. Amma belə deyil. Həyat yoldaşına da, dosta da, övlada da, valideynə də, vətənə də xəyanət olur. Xəyanətin açarı yalan və yaltaqlıqdır. Rəfiqəsi ilə restoranda oturan bir qadının ərindən gələn zəngi açmayıb, mesajla məktəbdə uşağın izlasındayam, çıxıb yığaram deməsi də, dostu ilə yeyib içən bir kişinin həyat yoldaşı zəng vuranda qais haqladı sonra zəng vuraram deməsi də xəyanətdir. Xəyanətkarlar qorxaq və yalancı olur. Ən böyük xəyanətkarlar isə rəhbər qarşısında iki qat aylı, pafoslu, bəlağətli təriflər deyənlərin içindən çıxır. El dilində desək, bu adamın çepesi olmasa iki qat əyilməz. Xəyanətin 4 növü var. Satqınlıq birinci. Adətən vətənə xəyanət timsalında bu baş verir. İkinci, vəfasızlıq və etibarsızlıq. Dosta, ailəyə, yoldaşa verilən sözü tutmamaq, birinə verdiyin vədi gizlətmək, andını pozmaq. Üçüncü, romantik münasibətlər. Burada ər və arvadın başqası ilə gizli eşq yaşaması başa düşülür. Dördüncü isə mənəvi və psixoloji xəyanət. Yəni sənə etibar edən şəxsin etibarından sui-istifadə etmək, arxadan vurmaq. Cavid demişkən, iblis nədir? Cümlə xəyanətlərə bais. Bəs hər kəsə xain olan insan nədir? İblis.